İllərdir vişnə döyməcini qışa belə tədarük edirəm. Gəlin sizlərlə də bunu bölüşüm. Çox ləzzətli olur. Qışda ət, balıq yeməklərinin yanına o qədər gözəl yaraşır ki. Bazarda çox gözəl vişnələr gördüm. 2 kilo aldım. Gətirdim onları bir gözəl yudum. Vişnə deyəndə ağlıma turş dadı gəlir. Ona görə turş vişnələri çox bəyənirəm. Vişnələri yudum və bir süzgəcin içərisinə aldım. Bütün suyunu tamamilə qurutdum. Tumları bir qabın içərisində təmizlədim. Suyunu da atmayın. Üzərinə 2 ədəd limon suyu sıxdım. 2-3 baş sarımsaq doğradım. Mən buna sarımsağı çox gözəl yaraşdırıram. Və qara reyhan. Varsa ağ reyhan da əlavə edə bilərsiniz. Cəfəri, şüy, keşniş əlavə edənlər də var. Mən əgər qışa tədarük edirəmsə əlavə etmirəm. Qışda açanda keşniş, şüy doğrayıram, elə servis edirəm. Çünki həmin göyərtilər qaralır və zaman keçdikcə acılıq verir. Ağız dadınıza görə duzunu əlavə edin, daha sonra 1 yemək qaşığı da şəkər tozu. Vişnələri bişirmədən bankaları yığın, qazana soyuq su əlavə edin. Soyuq su qazanda bankalarla birlikdə qaynamalıdır. Qapaqları da üzərinə boş formada qoyun. 25-30 dəqiqə qaynadıqdan sonra artıq qışa tədarükümüz hazırdır. Siz ən ləzzətli döyməc hansıdır? Məncə vişnə döyməci ən ləzzətlilər sırasındadır.